da sizə bir söz deyim. İnanın ki, böyle bir his yaşamamışam da. Ana olduqdan sonra insan, mənə ata da elə olur da, çünki Rusanlı da hiss edirəm. O qədər məsuliyyətli olur insan. Elə bil ki, əvvəl çox rahat idik. İşimizi görürdük, şəhərdə çəkilişlərimiz olurdu və yaxud işdə olurduq. Sonra işdən sonra oturduq, Covid içirdik, çörək də yeyirdik, gəç gedərik də bən olur. Amma indi hər dəqiqə evə getmək istəyirsən. Çəkiliş bitir, qaçıram evə, deyirəm, yox, gedim evə. Doğrudan da insan tamam fərqi olur. Ümumiyyətcə, mən uşaqları həmişə çox sevmişəm, hamı bilir. İstər bacım oğlanları, mən bilirəm ki, öz həyatımda yəni, o qədər onları çox sev, o qədər onlara bağlıyım. Və elə yoldan keçən bir uşaq da görəndə, uşaqlara qarşı istəyim bir başqadır mənim. Amma insanın öz uşağı olanda məsuliyyət olur. İnsan, elə bir insanlara qarşı dəyişmişəm, daha belə hamıya belə yaxşı davranıram, bilmirəm. Sabahınız xeyirli, uğurlu olsun. Səhər tezdən durdum, çünki bugünləri çəkilişimiz var. Çok güzel bir çekilişimiz olacak. Oraya gedirəm. Gəldim McDonald's'dan mütləq kofimi aldım, amburandan. Deməli, McDonald's'ın işçiləri də məndən soruşur. Bilmədiyini necədir, deyirəm, yaxşıdır, yatıb özünüz. Hamı o da məni təbrik edir. Görün, neçə gün keçib üstündən. İnanın, yolda tanıdığım parkovşiklər, Moykada işləyənlər, hamı da belə demiyorlar ki, hamı da o qədər, hamı da belə deyir. Bütün respublika sevinirsən ana olmağa münasibətindən. Sizi o qədər çox sevirəm, çox sağ ol demək istəyirəm. Səhər tezdən bir təşəkkürümü bildirim ki, mən də sizi çox istəyirəm. Allah hamıya qismət eləsin. Hamı bu hissi yaşasın. Belə gedirəm indi salon. Gəlmişəm Gelux'a və bu makyaj olubsa bilin ki, Aydıçqa məni belə bəzəyib. Baxın, saçımı da əfsanəm, görün necə gözəl, havalı elədi. Bir daha baxın, 15 dəqiqəyə özdə fenlə, yəni şipçisiz, bax belə buruqlar elədi. Gelix verir də, saçım da uzanıb, özüm də belə. Effektsiz çəkirəm ki, siz özünüz görəsiniz ki, necə olmuşam. Makyajımı görürsünüz, bilirlər də. Belə, biz artıq çəkilişimizə hazırıq.